Yaşayırıq ömrümüzü şən firavan, biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz, dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamı sana doğma əziz qardaşıq biz, biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq, nə yaxşı ki belə bacanağım oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq, bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz, mehriban bacanaqlarıq. Ali, beynimə yaxşı bir ideya düşür. Hadi. Deyirəm bəlkə axşam tanış müğənnilərini çağırasan, heç şənlənək də. Yarım saatda neçə, Naviklə bir yerdə yarım saat neçə gələrsiniz? Puldan problem yox, daim ola. Nağdır, əlbəl. Deyir, yarım saat Naviklə 40 minə gəlir. Neçə? 40 min manat. Bir evin pulu. İkisi bir yerdə. Bəlkə Namikə zəng eləyəsən. Deyir, Akünlə 40 minə gəlirəm, 40 min manata, tək 25 manata. Tez-tezini qaza get, aç-daşdı, tez elə. Ay mama. Tez-tez oynasınlar. Ay mama. Dedim sənə çoxdur. 40 ilin arvadı, 40 ilin arvadı. Ay mama, həyət evində də döyürük ki, atas toğucucanın qabağını dənləsinlər. Neyin üçün deyirik üyünü? Hə, qonşuya da versək düz başa düşməyəcək. Qutardı da. Sahilə deyər yatar zibilliyə, neyiniyək? Az zibilliyə niyə atırsınız? Bir belə aş pişirəcəm. Xansuvar gilə deyərəm, hamısı gəlib basıb yiyər. Dibi yandı, dibi yandı. İsmət. Yiyəndə sənə çoxdur. Qurban olum, Xansuvara da orada kim var hamısı yığ gətir, bir belə aş pişirmişəm. O gəlib basıb yesin. Başda Ceyran xala. Ay bax, siz bütün yeni illəri elə papa ilə evdə keçirirdiniz. 5 il yeni ili evdə qarşılamışıq. 6-cı ili yeni ili evdə qarşılamışıq. Papa səni restorana apardı. Az yox, restorana apardı. Atan evin kirayəsini verməmişdi. Yeni il axşamı ev yiyəsi də gəlib atanla mənim mitilim atdı bayra. Səhərə qədər küçədə qalmışıq. Canım. Birinci dəfə idi ki, yeni il axşamı tonqal qalıydı. Ay mama, sən açın doğrayıram bax, onu da Çıxaş əlimlə alsa yiyirəm də. Bu çiğdir. Çiğ doğramısan. Qaynatmamısan bunları. Kartof da çiğdir. bunların huşları başlarından çıxsın. Heyf, bunun adını tollayın. Tollama, üstünlüyürsən. Əziyyət çəkib doğramısan. Bu ayrı Xansuvarın qabağına basıb yiyər. Onun üçün nə fərqi var, pişib ya çiğdir. Elə bil it təsliyibdir. Banşda buradan atdı, heç işlərim getmişdi. Heç olmasa göydən doğrayım, bir əsəbim soğusun. Onu yuvsunuz mu heç olmasa? Bu dağda maral gəzər, Əl-ayağın daşlara əsər, mən yaran eyləmişəm. yar məndən kənar gəzər. Dağlarda çiçək, Haygilə batın, hamıdan göçək, haygilə batın, duldur vericək. haygilə batın. Hey, dağlarda çiçək, Aygülə batın, doldur ver içək, aygülə batın, hamıdan göçək. aygülə batın. Hey, dananana. Gülə batın sənin nənən daha deyil. Başa düşdün? Sənin ürəyinə, Bana bak, şimdiki maskasına da bak. Yaxşı eləmişsən. Sen bir de bak saçmalığı. Sen bir de bak saçmalığı. Sen bir de bak saçmalığı vur. Eyvah. Ben biləm səndən. Bayramın günü bu. Əsəbləşmə məni. Əsəbləşmə. Harda mama? Mama bekle. Əsəbləşmə. Talih. Uşaqlar qorxurlar, yaxşı da. Görmüsən? Gələ bax. Saçımı elətər görsən başımın skalpını qopartmışdı. Yaxşı, Bunların belə eləməsədə baş getmişdi. Hayır, məndən qayırım, hayır, baxma. Bax Talih, Görsən, mən gözləm sən də olur. Bax, xoşuma gələn bu qayını oxuyur, bax. Rular, sakit ol da. Qorxur kamra. İkisi bir boyda gəzən gözəllər. Toyda mağarada süzən gözəllər. Bəsidən deyirəm, bəsidən. Başlayın qoy bir də geçən bəni. Git də. Əsəbləşmə, əsəbləşmə. Hali. Ay Talih, heç olmasa bayram günü dalaşmayın da. Uşaqlar da qorxurlar, bax. Görmüsən, mən onlarla ağzımı ata bilmirəm. Nə oxuyuram, onu oxuyuram. Nə oxuyuram, onu oxuyuram. Mən kətlədə onlarla bəlalım oxuya bilmirəm. Nə qədər olar hər gecə yorğan altında bəlalım mənim.
Ah bu gönlümə nə valim var. O yeyə gəl presindən qaldırıb ki, qurtulamam dərdinə. Səpdi mi, bilin səpdi mi? Yaxşı, Talih. Uşaqlayam bunun mən. Güləbət. Necə məni əsəbləşdirdi bu yer? Məni yiyəsiz görüb, Yediyarın yanında yatasan səni. Hələ o cürü onun gözü qamada Əl-Kiramın diskini belə qırdım ki, dəymə mənə, Ceyran mənə dəymə də. Birləşib məndən. Yaxşı, Əsəbləşim. Sakitləş. Bu əziz gündür, bayramın günüdür. Əziz gün istəyirəm, şənləndirəm də, bir iki mahnı oxuyum şeylə. Qoymur, Sizi görüm el üzünüzə qapı açılmasın. Buna nə oldu? Ay qızlar! Az qapı açılmır, gəlin görün. Ay qızlar! Az ürəyim sıxılır, tez olun. Az qapı açılmır, ürəyim sıxılır, tez olun. Ay mama. Ay! Mama. Ay mama. Bir dəqiqə. Zeynep xala, ruşkanı aşağı elə. Qapını üzvə tərəf çək birinci. Hələ bu işlərə Zeynep xala. Ay mama, darıxma, Talih gedib usta üçün. Ürəyim partladı. Ay! Hay Allah! Ben yenini görebilmeyeceğim. Ben de bu hamamda öleceğim. Mama. Hediye! Şahlar sen korktular. Şahlar. Yavaş şahtaşın. Tələsmin. Sağ yavaş. Mama, ürəyimizi saldı nəsə. Vicdansızlar. Tüp bismillah, elə bilmişdim Yediyarın başladı. Şükür Allah. Mama necəsən? Narahat olmayın. Yaxşıyam, özümə gəlmişəm. Mama, vallahi ömrümdən 10 il getdi. Bayram sürprizimizə hiçbir şey eləmişdi yazıq. Talih, dur bir usta çağır da necə də oturub Yaxşı. Deyərim mən çağırar. Onsa küsüf də ondan daha görür. Talih. Deli gibi severim Talih. seni. Olan olub ki, sən kesifdir. Zeynep xala hamamda qalıbdı. Bir dənə zəng elə, o tanış usta var, elçi. Qapı ustası. O gəlsin, qapını düzəltsin. Qurban olsun olduğuna, yığılmazdım, qalardı orada. Əziz gündür, bayramın günüdür. Alo? Ay, bu kızın da səsi başıma düşür də. Nədir? Country yoxdur. Yoxdur. Deyir səndən Hala zəng elə. Sən nə olur ki, hələ? Zəng eləsin. Neynəysən ha? Özümə kontrol yollayıram ki, şeyliyim də yerim. Aya məndən zəng elə nə qədər danışırsan danış. Yaxşı, özüm bilirsən. Ay, bu kız yine git telefonuna kontr burada. Ne var iyi da sana? Ne oldu? Alo? Salam, bayram mübarək. Nəzər sayı çıxalım. Şeydir bu, gəl, talihdir. İstəyirəm bu gələnlə qalmasın, deyim mənim sağ borcum. Gəl borcumu götür. Hələ bu dəqiqə gəl, biraz tez gəl. Gəl, gözləyirəm gələm. Oldu. Ay, Talih qadasınam, boş mu vaxtıydı, nə borc? Santexnikdir da, elçindir. Prost elə deyirəm ki, gəlsin də, kim deyib bayram axşamı gəlsə qapasan. Borc adına eləyirəm ki, gəlsin. Sənin fırıldağına heç kim baş açmasın. Gəl gör, bəlkə özümüz açdıq, gəl görün bura. Ceyran? Ceyran xala, oradasan? Buradayam. Nədir ki? Daha heç araya getmə, indi usta gəlib qapını açacaq. Orada ol ha. Sonra mən səni başqa yerdən atlarmayım. Da bir yerdə dincəl. Hə, Elçin. Haradasan sən? Sən hələ evdəsən? Sən nə qırsan ki, bu ev otur? Nətər yəni? Sənin öz? Hə, yaxşı sözü görmüyor, deyirəm. Nə oldu Talih? Hə, yox, ustanın qapısı bağlanmadı, qalıb içərdə. Ne oldu Bay Talih? Ay işte, elə bir ustanın qapısı bağlanıb, indi usta tapıb, ustanın qapısını açdırmaq lazımdır ki, usta da gəlib bizim qapını açsın.
əlaqəli işdir, bir-birinə əlaqəli işdir. Aşpaz Abbas söhbəti. Bəlalım mənim, bu gönlümə. Baba, şey eləyin. Abi içəyimizdir, bayramın günə tək qalmasın. Stolu gətirin, burada qoyun. Elə burada hazırlığı zadı, hər şey burada elin ki, darıxmasın da arvad. Tamam, dur, tərpən. Get mamaya stol getir. Hey! Qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, gəldim sizi görməyə, həm də sevindirməyə. Şaxta baba, şaxtadan. Hardasan bu vaxtadır? Sən uşaqları əyləndirib, mən gələm 5 dəqiqə. Görək mənim əziz balaları mənə nə hazırlayıblar? Əziz bala, mən şeir deyə bilərsən? Mama, eşitdin qonşudan oğlu? Nə olub? Şərgənin oğlu Pakizan qızını qaçırdı. Pakizan oğlu alçığa gəlib Şərgənin qızını qaçırdı. Vəssalam da, oldular iki başlı qohum. Sonra da Şərgənin bacısı oğlu əskərini o Valentinaya gələndə götürüb Pakizan bacısı qızını qaçırdı. Pakizan da bacısı oğlu Rusiyyətdən qayıt, gəl Şərgənin bacısı qızını qaçırdı. Sonra? Sonra da Şərgən əmsi oğlu Asiyadan gələndən sonra babası arvadı uşaqlı prinsipə boşayıb, gəlib Pakizan əmsi qızını qaçırdı. Aha, sonra? Axırı nə oldu? Axırı nə olacaq? Şok 9-8 Şərgəgilin xeyrinədir. Şərgəgil olur. Xüsusən Şərgəgilin nəslində qız qutarıb deyənə, hələlik söhbəti dayandırırlar. Amma Pakizan kiçik oğulları Əjdər. Səy Əjdər də. Bu saat Şərgənin evinin qabağında hərrəl fırrar ki, Şərgə evdən bayra çıxan kimi Şərgəni qaçırtsın. Qaragül Şərgədə ev tusağı olub qalıb evdə. Yox, Allah. Ay, mən indi sözümü nəyə gətirəm? Deyirəm, heç evi sıxma. Sən tək döyürsən ki, o qədər içəridə qalanlar var ki. Mənim balalarım, gəlin keçək əyləşək burada, oturaq. Uşaqları əyləndirə bilirsən, əmir məni güldürə. Yəni sanəsən mənim? Yox. 7 qat dünya çempionu. Prosta şaxta babalıq eləmək mənim xobbimdir. Sən sənin divara çırp var ki, qarqıza dönərsən. Başa düşdün mənə? Başa düşdüm. Ağıllı. Şaxta baba, şaxtacan. Atam deyərsən, sabahacan. Nə qızışdırırsan? Nə keçər? Bu da Novruz bayramı deyil. Çoçayla keçəlik əsəbləşdirib salasan üstümə pomya düşəni kimi mən çırpalar. Mən şeir deyərəm, qarım, söz elə. Şaxta baba, nətərdir, uşaqları əyləndirə bilirsənmi? Hə, qismət müəllim, hə. Hə, əyləndir, onsuz da qarnımız qaradır. Qaynam da hamamda qalıb, uşaqlar da biraz qorxublar. Baş üstə qismət müəllim, baş üstə. Başa düşmədim. Sən nə qismət görəndə elə bir səni şaxta vurdu? Sən niyə olsa bozarmışsan, mənim üstümə bozarsan? Hala 7 qat dünya çempionu. Bilirsən, pulu verən qismət müəllimdir. 50 manatdan var verib ki, bu talihi dirə divara. Sən də məni başa düşdə qardaş. Ay dünya zalim, nə təpəsinin ortasına bir dənə qoyarsan. Onlar da 60 manat, bu dəqiqə val tərsinə fırladardım. Verərdim 60 manatsa, qırdardım qismətin üstünə. Nə? Deyirəm ki, 60 manat olsaydı, aşağıda mağazanın borcunu verərdim. Deyirəm, hayf dördü, talihin çıldaqda işlədiyi vaxtlar. Eşkək qazanır deyə. Arzu, tarix açın çıldaqda işləyib ki. Çıldaqda işləmir deyə, çıldaqla bir yerdə iş görmürdümü? Necə? Elə bil talih gecələr gizlənirdi yolun qırağında, gəlib keçənlərin ayağının altına zırp paket atırdı. Onlar da qorxurdular da. Səhər gedirdilər çıldağa, qorxuqlarını çıxardırdılar. Sonra da talih gelirdi çıldaqdan öz faizini götürür. Bizə nə qədər iş var idi. Hanı indi? Deyirəm, yerə soxun qismətin boyunu. Görək, belə zirəliklər olar qismətdə. Elə qoygun otursun ruçkada əlində. Ha, mənim balalarım, mən indi getməliyəm.
qarlı dağlar aşmalıyam. Şaxta baba, istəyirsən tarix əmiyyətiyim sən maşından aparsın. Bir də qarlı dağlar aşmayasan. Həşi maşında benzin yoxdur, uşağa qulaq açma. Dilini dinç qoy da, dəlinin yadına ne daş salıb mənim üstümə qısqırdı. Fazil, Şaxta baba, geyirik mən səni yolasam. İnşallah gəlin yola salaq Şaxta babanı. Ala, Şaxta baba, bunda ağzına çoxuna baxma. Az hələ Talih o şərikinə 4 nəfərlə işləyir deyə. Şofer, həkim, aptekçi, bir də Talih. Onda bir pul qazanırdı. Düzdür, ilin 12 ayını pasteldə xəstəyə atırdı. Amma nə olsun, pul paçka-paçka gəlirdi. Nə var, heç görmədim. Neçə ay var? Elə bir Talih çimirdi, çıxırdı yanırdı çöldə küləyin yağışın qabağına. Meningit olurdu, sonra minirdi avtobusa. Cəmaatın arasında bir-iki dəfə asqırdı, hamı xəstəlik tuturdu. Şoferlə də danışıb, şofer marşrutu dəyişirdi, pramon sürürdü xəstəxanaya. Həkim bunları bir-bir yoxlayırdı, 1-ə 5 resepti yazırdı, göndərirdi apteka. Apteka dərmanlarını satırdı, sonra yığılan pulu 4 nəfər arasında bölürdülər. Bir sənə qazanırdı. Axırı nə oldu? Axırı nə olacaq? Polislər aptekçini tutdular. O izahat verəndə həkimi satdı. Həkimi tutdular. Həkim izahat verəndə şoferi satdı, şoferi tutdular. Şofer də izahat verəndə Taleyi satdı, hə? az yox, yazıq Talih aptekçini satmışdı. Salam ay qızım. Salam aleyküm. Bayramınız mübarək olsun. Neçə belə bayramlara çıxarsınız. Sinə bir Hər iliniz belə bundan 1000 dəfə yaxşı keçsin. Bu balalar salam. Ay Xansar müəllim, yenə əli dolu gəlmisiniz. Bizə həmişə siz xəcalət verirsiniz. Ay qız, evə girən kimi nə anan ceyran kimi iynələyirsən adamı. Bəs sizdə qutar da belə söhbətləri də. Doğru, bunlar deyirsən, hə? Hə, ola deyirdim də. Bu Əziz çevir. zibil deyə evdən çıxanda zibilliyə atmalıydım. Yadımdan çıxıb gətirmişəm bura. Tuş qalmayıb bax. Qolası elə burada. Elə talihlə qismət bunlar atar. Xansıma mənə xoş gəlirsiniz. Çıxa deyirsiz. Xoş gəlirsiniz. Bayram mübarək olsun. Sənlə bayram. Əvə Ceyran hanı? Ceyran içərdədir. Neçə il iş kəsiblər ki? İş kəsməkləri, hamamın qapısı bağlı qalıbdır, içərdədir. Gəl keçək bir görüş. Talih sən buraları bir əl gəzdir. Bir də buradadır mı? Salam ay Ceyran. Allah qapını açıq eləsin. Sağ ol. Bu da Xansvarın hədiyyələridir. Hə. Payı palçığa dönsün. Deyirəm ay Ceyran. Fin ataları belə yerdə yaxşı deyib. Nisseri herassasa xetagure rasaha. Tərcümə eləyərdim. Ey Ceyran, bunun da sənə aidiyyatı yoxdur axı, onun kişi hamamı haqqında deyiblər. Ay. Gedək, buradayıq da ay Ceyran, nə qulluğun olsa Xansı var buradadır. Yazıq arvad. Bay, balacalar. Bayağı niyə qoymursan, hə sən öpüm? Yavrum, görüm. Görüş. Görüş Xansı var. Görüşmüşəm bununla. Bir də öpüm səni. Maşallah qızın böyüyü var. Maşallah günün olsun. Avala. Deyir qonaq-qonağı sevməz. Ev yiyəsi ikisini də. Nə olub tutar? Kim daha? Kim də? Dur, Dur, qarşılayaq. Ay maşallah, ne güzel kızdı bu. Beğende ne olacak? Çox sağ, atasına oxşayıb. Atası kimi redaktor olacaq. Ay maşallah. Bu ne güzel oğlandı. Bəs bu böyüyəndə nə olacaq? Bu da atasına oxşayıb elə, atası kimi olacaq. Ay yox, uşaqdır, heç qoyaram belə pis-pis işlərlə məşğul olsun. Da deyir.
Qapı açmaqda deyəsən sənə Qazaxıstanda öyrədiblər ha. Qazaxıstan yox, Qırğızistan. Bayramınız mübarək. Hoş gəldiniz. Sağ olun. Bayramınız mübarək olsun. Həmişə bayram. Necəsiz? Heç də burada, nə? Hə, heç də burada, Murat da burada. Ağıllı ol. Bayram günü və davasın. Sağ olun, qorxma. Bayramınız mübarək olsun. Dayı nətərsən? Eşitdim Ceyran xala içərdədir. Hə, oradadır. Bir dənə yanına dayanmayın. Yaxşıdır. Deyərlər ki, gəldilər, uşaqlar dəymədilər yanına. Allah qapını açıq eləsin Ceyran xala. Uşaqlar qrep göndərmək istəyir, deyim buradasan da. Mən hələ buradayam. Yox, elə keçmə. Muradın dizinin üstündə otur. Çabra belə şeylə qadınım. Yox, mən oradan otursam. Keç, dayının dizinin üstündə otur. Otur da bir nəfər dizini tap otur. Ceyran xala, sənin orada vaxtın çox olacaq. Mənə bir dənə qəşəng naxışlı təsbih düzət də. Yaxşı. Ha, Mən gedəsi oldum, mən bağışda. hara gedirsən? Uşaqlar Ceyran xanımın dən qref göndərir, onu gətirib gəlirəm. Belə şey varsan da, belə şey varsan da. Yaman pis olacaq ha, sənsiz məclis təmiz. Murad, bayramın mübarək. Ligi diş koydalım, bayram günü qanımızı qaratma da. Yen de aşdan yen de, Abbas'ı yiyin. Bir dakika Allah taksın, konağı kesmire yapaya bir. Otur siz şeyin. Vay hoş geldin. Bayram mübarək, sen yenilere çıkasak. Salamlar üçün bayramlı mübarək. Bayram mübarək qadınam, ne dersen? Bu həyətdəki yol kağızını kim kəsib? Ay ben kesmişim, bağışlı qadınam, bağışlı ben kesmişim. Sen körsən! Görmürsən mən yol kağızının başında adam güdürəm. Sənə bir eləhim eləyirəm ki, tık oradan. Hani yol kağızının altından baltalıyorsan. Yıkılmıştın, kolum sarsılmıştı dəniz. Ben ne bilirsen, elədim ben elədim ki, bülbüldü çıxıb polis paltarından cəhsən vurur yol kanbacı. Kimler sana bülbül? Kimler sana bülbül? Ay kişi ya. Bir dakika ben de alayım sana adamın içeri. Ay kaçı var! Nə xərci var? Yaxşıdır ha. Gəlin bura görün, bayram günüdür. Qanqaraçılıq yaratmayın. Onsuz da qanımız var. Mənlə bölböl oturmayacağım. Gəl bura. Yox, sən burada otur. Gəl bura. Sən burada otur. Fəli, sən də gəl bura. Gəlin. Bu da mənə şaxtan başım beynimi çöndərir. Nəysə də qanımızı qaratmayaq. Bayram günüdür. Şənlənmək lazımdır. Və evin böyüyanı. Buradayam da. Ay, səni demirəm, Ceyranı deyirəm. Ceyran hamamdadır da. Və onda nətər eləyək? Süfrə başında evin böyüyü oturmalıdır. Allah heç bir evi başsız qoymasın. Bir məclisin ki, başında Ceyran oturub, deməli o məclisində öz gözəlliyi. Bir dəqiqə, özür istəyirəm. Ceyran xanım, istəyirəm bu sağlığı sizə həsil eləyər. Deyim, ili necə yola salarsan, elə gələn ili də o cür qarşılayarsan. Sən bu ilə pak çıxacaqsan, təmiz çıxacaqsan, ay Ceyran xanım. Sağ olun xalsım. Çox sağ olun. Teşekkür. Başqamın başda bir qismət sənələ qismət kəsmizə, bir gəmiriyə qaçıqla. Bir sağlıq da mən demək istəyirəm. Gül olaq, bülbül olaq, yeni il gecəsi, qəfə, hamamda qalıyaq, şərəfinizə. Gətir onları qoy görüm. Bu aşınız pis alınmayıb, amma bir balaca elə bir duzu az olub ha. Talih, mən səhər sənə axı duza görə pul verdim. Çörək aldım da. Çörəyin də pulunu vermişdim. Çörəyin də pula getdim, düz aldım. Düyüyə görə də pul götürmüşdün axı. Düyünün də puluna getdim, ət aldım da. İsmət sənə ətə görə pul vermir. Ətin də pulunu apardım, borcum vardı, verdim də bayram günündə dava eləməliydim tomatla. Qanımızı qaratmayacam yəni. Ye! Buyurmuş el. Sən bir oxu bizim Feyziya belə yənbər. Yo. Sən yaxşı oxuman verdin, oxuda qıtardın. Siz Allah oxuyun da elə xoşunuza gəldi, bal uşaqlar Yəni, cəmaat qırmadan yolkan başında oxuya bilirsən, burada oxuya bilmirsən. Yəni bülbül söhbətini açmayın. Yox, bax işte. Dur, bir şey eləyər. Yox, bir kağız oxuyun. Siz geçsin də, arvad uşaq yeri deyil. Cövr cəfa zihar eylədün,
Cövrü cəfaya zihar eylədin küşində məni. Cövrü cəfaya zihar eylədin küşində məni. Oxuyur da. Dur tökülür. Çeşmeye zülbinde tümbərəm tümtüm. Söhbətə bax ha. Sümbüldə çüntür. Hala. Ey sevgili canan, siddiqlə gümbülü gümbüm. Harda dünyaya rəftarı zümbərə dümdüm. Gəl oğul. Gəl bura. Füzuli leyli tək cunum. Yoxdumur dünya və tərk ilə. Şundu qurundu. Vahid xəlq içrə zənciri gül düşən Pərişan mündüzəri qılıb ikən Təsadüfən səndüxündə Aman aydad vedad Bir ney kimi hərdən qalxar göyən aləm Viran görünər yalan Sənsiz mənə aləm Sən mənim evində sönməz bir işıqsan Sən can evimə canan, solmaz yaraşırsan, solmaz yaraşırsan. Gəl, 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 eşkimin mübarı. Gəl, 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 sevgimin mübarı. Gəl, 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 sevgimin mübarı. Gəl, 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 eşkimin mübarı. Eşkimin mübarı. Başa düşə bilməz ha, səviyyə olmalıdır adamda. Sən məni də keçdin də ya. Yəni mən bunun tərcüməsini vermişəm, özüm yazmışam. Tərcüməsini vermişəm, indi görək, tərcüməsini görək nə çıxır. Demək gündən bir günündə. Hələ məsələdir də, yeri mənə. Yox, burası mən də öyle deməyəcəm. Sən zəndə görək də nə? Yaxşı, demək. Amma bax, xahiş edirəm, heç kim məndən soruşmasın ki, yanındakı adam kim idi. Demək, 2 nəfər yol gedirik. 3 tane uşaq çıxdı bizim qabağımıza. Qabağımızı kəsdilər. Mən deyim ki, cibindəkiləri çıxar. Mən də belə baxdım, əlimi atdım cibinəmə, çıxartdım. Bomboş, bir qəpik də yox cibimdə. Ürəyim kimi təmiz. Yanımdakı adam da, yanımdakı dedilər ki, sən də cibindəkiləri çıxar. Amma ben deməyəcəm yanımdakı kimdir. Demək, bu deyir ki, məndə də heç nə yoxdur. Bu ağzından söz çıxan kimi şapalaq bunun qulağının dibində şar. Kulağı belə eləyirdi. Belə. O bu üstündə axtardılar, elədilər, ora bura, ora bura, ora bura. Bu cibindən nə qədər pul çıxartdılar ha? Pul çıxarlar sana çırparlar. Şappa şap şap nə qədər böyüdülər, nə qədər. Qıraqdan deyir ki, həsrət kömək elə, həsrət kömək elə. Nə qədər pul çıxarmışdılar? Bu ya deyim təxminən nə qədər pul var da orada. Ciddi onu da sənin cibindən nə qədər pul çıxartdılar. Mağındır atma, bayaqdan danışma. Evet, sən bayram günüdür mənim Dedim açıb ağartma da, mən burada baxmışa nəyə gülürəm bayaq? Şapalaqdır da, dəif-dəifdir da, nə olubdur? Sən də köş baxar. Qoymayın ha. Arzu, oradan halal neymət qalpasalarına gətir, cəmat yesin alsınlar. Yaxşı, ayrı teməyə danışın. Saçkalarından da gətir. Hesablaşmışam. Gör, toyuqları da çıxıb təzə. Bir kəs qırğız. Bir dəqiqə gəl.
Bay bayram mübarək. Bayram mübarək. Hoş gəlsin, keç. Qardaş bayram mübarək. Bayram mübarək. Nə pulumu verərdin də mən? Nə pula? Necəm? Hə. Pulumu da mən. Hə, borcun deyirsən, hə, bu da görsün. Son yolda, Ayaq pul qalıb Ceyran cibində. Ceyran da qalıb hamamda. Qaynam Ceyran hamamdadır. Belli et, instrumentin buradadır. Sən hamamın qapısını aç. Ceyran çıxsın azadlığa, pullarını verim, sən çıx get daha. Problem yoxdur. Bunu stol ilə götürərdik. Hə, get. Sən qal. Yox, mən çıxdım, hələ. Soyun gətirsən mən. Buyur. Şu? Ceyran, gözlə, çıxma, gözlə, usta yesin. Kadın xeylardı, sən yanında özü şeydir. Çıxarsan, qapı açıldı Ceyran. Ay Ceyran, bir gəl bizi ilə də bir süfrədə çörək kəslər, hə? Həmişə azadlığa çıxasan, nə olur, belə naxadara qaçırsan? Yenini mənsiz qarşılayın. Ürəyim sıxılır. Yaxşı. Götər məsləhətdir. Ged özünə gəl. Ay Elçin, deyirəm bir mahnı oxu bizi Feyziya belə yeri, sənin yaxşı oxumağın var. Şiir? Nötəryan yeridir. Bizim bu bacanaqlara bir mahnı əsr yeridir elə. Həsr eləyək də. Yaxşı. Davay, bir alqış gəlsin Elçin. Biz bir zaman bizi qohum eyləyənə canımızda qurban yaşayırıq ömrümüzü şən firavan biz mehriban bacanaqlarıq yeri gəlsə dostluq həm də yoldaşıq biz dar məqamda etibarlı sirdaşıq biz sanki hamız hanı doğma əziz qardaşıq biz mehriban bacanaqlarıq var ol ay bacanaq nə yaxşı ki belə bacanağım oldu mənim hər bir işimizdə bir-birinə dayağıq bir yerdə olanda unudulur həyatın acıları dərdi qəmi birdir gördüyümüz hər işimiz söhbətimiz hər sözümüz mehriban bacanaqlarıq İldən yaxşı gəlir, sən fikirli keçəli nisbətən bu daha şey olur. Şükür, özdə mahnı da xoşuma gəldi, fikir edim, mehriban bacanaqlar, elə bir səndən məndən haq. Həmə gedim bizi şirək yaz. Yox, bizim için bacanaq çatın ola. El yığıldı, yopa yığıldı, 5 dəqiqə var. Buna bax. Süfrəmiz həmişə açıqdır da bizim, həmişə belə et savaq imkan olmur ki, qabaq-qabağa oturaq. Ya bunu qeyd edək. Gəl, bir dəqiqə bax. Keç bura. Tamam. Hə. Deyirəm, bunu içirəm, bacanaq. Buyur. Şəxsən sənin sağlın qal. Qoy indiyə kimi nə pisliyimiz olub, nə aramızda olubsa, qoy qalsın keçən illərdə. Bu ili mehriban başlaq deyir, ilə nətəri başlayarsan, elə də gedər. Bunu içirəm şəxsən sənin sağlığına, özün bilirsən dünyada qızından dəyərlisən məndən. Mən də içirəm şəxsən sənin sağlığına. Bunu deyirəm o universitet demiş ki, nabradan şaft içək. Hə nədir? Yavur, baba elə Yavaş, hayat töktün. Hepiniz yavaş oldu, nə? Bağışda qardaşına, bağışda, təsadüfən oldu, ev yox. Nə bağışda? Ev yox. Hə, bağışda ala bilmədim, hə, xoşqa gəldi. Anladım, söyleme Yavaş, hayat. Sen bu adamı görüp Yavaş. Da orada olaydı da ben sana sonra başka yerden aktarmayayım.
Ayo, elə bir ustanın qapısı bağlanıb qalıb çərdədə evdə. İndi ustanın qapısını açmaq üçün usta lazımdır ki, gəlsin o... Və, başla, getdik. Mən nə bilim, sən çiçək eləndə elə bildim ki, bülbüldür, polis paltar gerib çıxıb çəçə vurub ağacın başına. Mən hardan bileyim? Kimlərsən ha bülbül? Kimlərsən ha? Yaxşı, ay Qaçı var! ay. Bir də qanun davlayıb səni saladam içəri. Ay yaxşı da. Siz durub kameranın qabağına çıxıb kəs. Yəni mən bunun tərcüməsini vermişəm, özüm yazmışam. Tərcüməsini vermişəm, indi görək, tərcümə eləsinə görək nə çıxır. Burada bayramı qara gətirir. Mənim də başlayacaq. Hadi dön şunu gəl. Ay görüm, sən ağzıma sanmıram mən onun əlini. Nə oxuyuram o da oxuyuram. Mən onun əlinə 2 həftədir bəlalı mahnısı oxuyamıram. Bax elə, bəlalı mənim ürəyimdə oxuyuram. Ha, olmasa vicdanınız olsa. Hırla be! Aman be, yüzümdə yapılan bu koptu. Şefrenin belayı bakıyorum. 100 dəfə demişəm, nə qayısın qarmağın başım əl vurma. Başım gitti ha. O dönemde boynumu ne cebimizde? Boynum belə vurmasaydım, başım sıkıntı koparmıştı. Baş çekmişti, başım. Skat başa şişir. Baş çekmişti, baş çekmişti. Sasını yetmişdi. Nə qədər yorğanın altında hər gün oxuyacam. Bəlalım mənim, ah bu gönlümə yara. Mən onun ələn 2-3 gündə ağzımı aça bilmirəm. Çətdədir, mən bəlalım mahnısı oxuya bilmirəm. Bəlalım mənim. Ay, halamadı. Bu hayatta qohum olduq biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamı sana doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq. Nə yaxşı ki belə bacanağım oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq. Bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Bir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz mehriban bacanaqlarıq.